Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala hayr halkihi seyyidil enbiya vel mursalin Ebu'l Qasim Muhammed. Allahümme salli ala Muhammed ve ala Muhammed. وعلى وسيه وخليفته أمير المؤمنين علي بن أبي طالب وعلى قرة عين الرسول الزهراء بتول وعلى الحسن والحسين وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة المهدي العسكري. اللهم صل على محمد وعجل فرجه. أما بعد، قال الله الحكيم في كتابه الكريم: أعوذ بالله من الشيطان اللعين الرجيم. بسم الله الرحمن الرحيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. صدق الله العلي العظيم. أيها المؤمنون أوصيكم ونفسي بتقوى الله. Aziz müminler, özümü və siz əzizləri ilahi təqvaya dəvət edirəm. Allah Teala bizi mübarək cümənin günündə təqvanın əhlindən qərar versin. Hər bir xeyir əməlin əhli olmaq kimi təqvanın da əhli olmaq çox mühümdür. Ona görə xeyir əməllərdən çalışmaq lazımdır. O əməlləri yerinə yetirməkdən kifayətlənməyib o əməllərin əhli olmağa. İnşallah mübarək cümə günüdür. Allah Teala cümənin feyzindən, xeyir bərəkətindən, maddi, mənəvi, nurani xeyirlərindən bizləri, istədiklərimizi, əzizlərimizi binəsib eləməsin inşallah. Bəli, cümənin günüdür. Mövzumuz olduqca əhəmiyyətli, vacib və olduqca da dərin və sual doğuran bir mövzudur. İlahi qəza və qədər haqqında ki, bunun bir hissəsi olan qədər haqqında hədislərimiz tövsiyə eləyib ki, qədər haqqında düşünülməsin. Və hətta Həzrət Əli əleyhissalam buyurur ki, bir nəfər təkidlə soruşur qədər haqqında. Əli əleyhissalam buyurur ki, bəhrun əmiq bir söz işlədir, çox dərin bir dənizdir, onun barəsində düşünmə. Bu adam təkidlə yenə soruşur qədər haqqında mənə məlumat ver. Əli əleyhissalam yenə buyurur ki, təriqun muzlim, qaranlıq bir yoldur. Yəni qədər haqqında elm verilməyib insanlara. Yenə Əli əleyhissalam hədisidir. Qədər haqqında insanlara elm verilməyib, amma qəza haqqında müəyyən bir mülahizələr var, fikirlər var hədislərimizdə, alimlərimizin kəlamlarında ki, bunların haqqında düşünmək lazımdır. Qəza və qədər nədir? Qəza, yəni ilahi hökm. İmam Hüseyin əleyhissalamın kəlamlarından birində, daha doğrusu Ərəfə duasının əvvəlində İmam Allaha həmd səna eləyir. Ərəfə duasının özün Ərəfə günü, yəni Qurban bayramına bir gün qabaqki Ərəfə gün deyirlər. Həm bayrama görə, həm də həccin əməllərinə görə ki, insanlar Ərəfat çölündə Ərəfə günü dayanarlar. Orada İmam Hüseyin əleyhissalamın uzun bir duası var. Adı da elə Ərəfə duasıdır. O duanın əvvəlində gözəl bir söz işlər. İmam Hüseyin əleyhissalam ki, Allaha həmd səna eləyir. Deyir ki, Elhamdülillahilləzi leysə li qəzaihi dafi. Həmd olsun o Allaha ki, o bir hökm versə, heç kəs onun hökmünü dəf eləyə bilməz. Deyir ki, Əli əleyhissalam bir gün keçirdi səhabələri ilə, bir divar əyilmişdi, uçmaq ərəfəsində idi. Həzrət Əli o divardan kənara çəkildi uçmasının üstünə. Dedilər, ya Əli, sən Allahın qəzasından qaçırsan? Dedi, bəli, qəzasından qədərinə qaçıram. Qəza odur ki, o hökm baş verməli, o iş baş verməlidir. Qədər isə məsələn, harada baş verəcək, necə baş verəcək, nə cür baş verəcək. Çünki qəzadan qaçmaq mümkün deyil. Belə mümkün deyil ki, yəni adam o hətim söhbəti var da, yəni mütləq şəkildə baş verməlidir. Forması dəyişə bilər, cildi dəyişə bilər, zamanı, məkanı dəyişə bilər və s. Amma qaçış yoxdur. İmam Hüseyin əleyhissalam da onu buyurur ki, leysəli qəzaihi dafi. Həmd olsun o Allaha ki, onun qəzasından qaçmaq mümkün deyil. Qəza həm də bizim üçün etiqad məsələlərindəndir.
Qəza qədərə iman gətirmək etiqad məsələlərindir. Biz ki, Üsul-i-Dində 5 dənə bəndimiz var. Onlardan biri də məaddır. Məad yəni qayıdış. Məad əslində biraz o geniş anlayışdır. Bəzi görsən, bəzi fikir məktəblərində, bəzi İslami anlayışlarda məadı daha bəndlərə bölürlər. Amma məad elə bir dənə məada insan iman gətirsə, qayıdış, yəni qayıdışa iman gətirsə, orada əlavə onun içərisində axirətə iman gedir, cənnət, cəhənnəmi tanımaq, iman gətirmək şərtdir, qiyamətə iman gətirmək şərtdir, qəbirdir, qəbrin soru-sualıdır, qəbrin hallarıdır, onlara iman gətirmək şərtdir. Bunun içində həm də qəza qədərə iman şərtdir. Çünki qəza qədərə ki, onun haqqındakı insanlara elm verilməyib, gərəkdir ki, insan o bilmədiyi yerdə dayansın. O ki, elm verilməyib, gərək orada iman gətirsin. Bu, Allah deyirsə belədir. Bəzən qəza qədəri alın yazısı ilə, qismətlə qarışdırırlar. Əslində, dinimizdə alın yazısı anlayışı yoxdur demək olar. Yəni, beləsə yox dərəcəsindədir. Sadəcə orada belə bir şeylər var ki, bəzi şeylər biz seçə bilmirik. Məsələn, vətəndir, valideyndir, övladdır. Bir neçə şey var, onları biz seçə bilmirik. Onlar bizim ixtiyarımızda deyil. İmam Sadiq Əsəmə sual verirlər onun barəsində. Yəni, deyir ki, insan azaddır, yoxsa belə desək, ancaq Allahın nəzarətindədir. Yəni, bizim müasir robot, yəni ancaq bütün işləri Allah eləyir. Bütün feillərində Allahın ixtiyarındadır. Ya yoxsa elə öz başına da ancaq özü istədiyilər. İmam Sadiq Əsəm bu işi la cəbrə, ona deyirlər cəbr, yəni ancaq hər şeyi Allah eləyir. Hətta bəzi fikir məktəblərində, xüsusən də Aşuradan sonra bunu Bəni Ümeyyə belə bir fikir məktəbi yaratdı ki, insanları həqiqətdən döndərsin. Ki, orada belə bir şey irəli sürdülər ki, burada nə baş verdisə Allah elədi. Yəni, burada nə Yezidin, nə Bəni Ümeyyənin, nə digərlərinin, nə Küfə əhlinin bir rolu yox idi. Nə baş verdisə Allah elədi. Belə bir cəbir. Bir də təhviz var. Təhviz budur ki, elə küllü ixtiyar. Bəli, insan faili muxtardır. Gördüyü işdə ixtiyar sahibidir. Və soru-sualı da özünə aiddir. Soru-sualı da özünə aiddir. Bəli, qəza barədə insanlar soru-sual olunacaq. Qəza da odur ki, insana Allah təyin elədiyi vəzifələr var. Şəriət cəhətindən mükəlləfiyyətlər var, bəndəçilik var, öhdəliklər var ki, Allah dərgahında insan söz verib, onu boynuna götürüb ki, onu yerinə yetirməlidir. Onlar barədə soru-sual olunacaq. Ki, yəni insan bunları məsuliyyət daşıyır, ona görə soru-sual olunur. Amma bəzi şeylər ki, o dediyimiz, məsələn, insan öz seçimində deyil, onlarda insan məsuliyyət daşımaz. O şeylərdə insan məsuliyyət daşımaz və ondan da soru-sual olunmaz. Qəza qədər Allahın əzəldən əbədiyyətə qədər olan hər şeyin zamanını, yerini, xüsusiyyətlərini öncədən bilməsidir. Necə ki, Quran-ı Kərimdə Allah Teala buyurur, və kullu şeyin indahu bi miqdar. Hər şeyin onun dərgahında bir qədəri var, bir ölçüsü var. Bunları Allah Teala təyin edir və insanın da bu şeylərdən xəbəri yoxdur. İnsana bu barədə elm verilməyib. Əli əleyhissalam yenə buyurur ki, vəzəallahu anil ibad ilməhu vəz'ahu fəvqə şəhadətihim. Allah Teala qəza qədər barədə insanlardan elmi götürüb. Yəni, o qəza qədər barədə insanlara elm verməyib və qəza qədər insanların düşüncəsinin fövqündədir. Ağıllarının fövqündədir qəza qədər. Yəni, bu qədər dərin bir mövzudur. Əslində, belə desək, bu bir elmi bəhsdir xütbədən əlavə və bir cüməli, bir söhbətli də mövzu deyil. Bunu alimlər uzun illərlə, tarix boyu bu barədə bəhslər eləyiblər. Bu barədə dərslər deyilib, elmlər deyilib, kitablar yazılıb. Qədər deyildi, yalnız fəlakətlər, müsibətlər, bu kimi bədbəxt hadisələr anlaşılmamalıdır. Qədər müəyyən mənada kainatdakı tarazlığı, kainatdakı müvazinəti və ilahi bu tarazlığın Allahın nəzərində, Allahın əlində olduğunun bir göstəricisidir ki, yenə Allah Teala başqa bir ayədə buyurur, İnnə kullə şeyin xalaqnahu bi qədərin. Şübhəsiz ki, biz hər şeyi müəyyən bir ölçüdə, müəyyən bir dərəcədə yaratdıq. Çünki varlıq aləminə baxırıq, hər bir şeyin bir ölçüsü var, bir qədəri var, bir miqdarı var.
Məsələn, ölüm haqqında Quran-Kərim buyurur ki, Bismillahirrahmanirrahim. Likulli ummetin ecelun feiza ca eceluhum la yestakhiruna sa'atan ve la yestakdimun. Bütün ümmətlər üçün bir ölüm var, bir əcəl var. Əcəl yetişəndə la yestakhiruna sa'atan ve la yestakdimun. Nə bir saat irəli çəkilər, nə bir saat geri çəkilər. Ölüm insanın özündən asılıdır, bəli, amma əcəl Allahın əlindədir. Əcəl budur ki, insan öləcək. Yəni, kullu nəfsin zaiqətul mevt. Quran başqa bir yerdə deyir ki, bütün canlılar öləcək. Canı olan, nəfsi olan hər bir kəs, hər bir şəxs, hər bir şey ölümə məhkumdur. Hər bir şey. Canı olan, nəfsi olan, nəfəsi olan hər bir şəxs və əşya və canlı, yəni əşya o ki, insan olmayan varlıqlar. Hamısı ölümə məhkumdur. Hamısının bir əcəli var. Əcəl budur ki, insan, o nəfs ölməlidir, o canlı hamısı ölməlidir. Ölüm budur ki, insanın əməlləri onu təyin eləyir. Məsələn, insanın hədislərimizdə var, hansısa bir əməllər haqqında və ya xeyir əməllər və ya günah əməllər insanın əcəlini tezləşdirər. Ölümün pisləşdirər, əcəli tezləşdirər. Ölümün necəliyi, harda olmağı, nə formada olmağı, səbəbi hamısı insanın əməllərindən asılıdır. Bir adam deyir, valideyninə zülm eləsə, bir dənə həyatda baxın, valideyninə zülm eləyən və tövbə eləməyən, valideynindən halallıq almayan adamların aqibətinə baxın, heç biri yaxşı aqibətlə getməyib dünyadan. Çünki həyatın qanunudur. O insanlar heç vaxtı xeyr aqibətlə getməzlər. Yəni, onun əməlləri öz ölümün göstərdi, necəliyin təyin elədi. Və ya məsələn, deyir ki, bir adamın xeyir əməlləri, sədəqə əhli olsa bir adam, bayaq deyək, işin əhli olmaq. Bir var, məsələn, adam sədəqə və bir də var, sədəqənin əhlidir. Sədəqə deyəndə bu yada düşür. Məsələn, Allah bəndələrin həyatına baxırıq, Allah dostlarının, peyğəmbərlər, məsumlar, övliyalar, görürük, onlar əməllərin cildinə düşüblər. Məsələn, Peyğəmbərimiz Cənab-ı Əmmar Yasir haqqında deyir, öz səhabəsi haqqında, iman insan cildinə düşsə, Əmmar olardı. Həya insan cildinə düşsə, filan kəs, vəfa insan cildinə düşsə, Əbəlfəz Abbas olardı. Yəni, əməlin əhlidir, əməl odur. O, məsələn, adam sədəqə əhli olmağı, onun əməlin, aqibətin gözəlləşdirər, ölümün gözəlləşdirər. Əməl səbəb olar ki, o adamın ölümü gözəl ölüm olsun. Xeyir əməllər. Sədəqə, yaxşılıq əhli olsa, adam var, heç nə yaxşılıq eləyə bilir, nə pisliyi eləyə bilir. Özü özündə bir xeyirxah insandır, yaxşılıq istəyən adamdır. Onun özü də böyük bir şeydir. Bu cür adamların yaşayışı, əməli səbəb olar ki, onun yaşayışı da, ölümü də xeyir üzərinə olsun, aqibəti də xeyir üzərinə olsun. Bəli, ölümü insanın əməlləri təyindir, amma əcəl Allahın əlindədir. Əcəldən də heç kim xilas ola bilməyib hələ. Məşhur bir dənə məktub var, Bizans imperatoru məktubu var, Həzrəti Əli əleyhissalama, daha doğrusu o məktub gəlir Həzrəti Əliyə çıxır. Həzrəti Əli yazmır, onu Muaviyyə yazıb. Deyir ki, 10 dənə şey say, hamısı bir-birindən qüvvətli olsun. Hamısı bir-birindən üstün olsun. 10 dənə şey say, hamısı bir-birindən üstün olsun. Muaviyyə də baxır məktuba, görür ki, məsələ mənlik deyil. Deyir, bunu göndərin Həzrət Əliyə, o cavablasın. Əli əleyhissalam da məktub verir oğlu İmam Həsən əleyhissalama ki, bunu sən cavablandır. İmam Həsən əleyhissalam məktubda yazır ki, birinci qüvvətli şey daşdır. Daşdan daha qüvvətli olan dəmirdir. Dəmirdən daha qüvvətli olan oddur, dəmiri yandırar. Dəmir daşı belə ondan qüvvətlidir, od dəmirdən qüvvətlidir, onu yandırar. Su oddan da qüvvətlidir, odu söndürər. Sonra deyir ki, oddan qüvvətli olan küləkdir, odu da söndürər. Küləkdən qüvvətli olan buluddur. Küləyi idarə eləyər. Buluddan qüvvətli olan mələkdir ki, buludu da idarə eləyər, buluda gücü yetər. Mələkdən qüvvətli də olan ölümdür. Ölüm mələkdir daha doğrusu, o buludu idarə edən mələk ki var, ondan da qüvvətli olan ölüm mələkdir. Çünki bütün canlılar öləcək, mələklərin də canı var. Hətta qiyamətin əlamətlərində buyurulur ki, o ki, İsrafil əleyhissalam suru üfürəcək. Quranda da bunun bir neçə dənə ayələrdə var.
Bütün canlılar öləcək. Qaydacaq Allahın dərgahına. 2 dəfə sur üfürəcək. Birincidə bütün canlılar öləcək. Gələcək Allahın dərgahına, Allah Teala əmr eləyəcək, ya İsrafil, canlı nəsə qaldı, dedi, ya Rabbəlanım, bir sən qaldın, bir mən. Onun da canını Allah alacaq. Yəni, ölümdən də qüvvətli, o ölüm mələyindən də qüvvətli ölümün özüdür. Ölüm mələyindən də qüvvətli ölümün özüdür. Ölümə heç kimin gücü yetməz. Dünyanın ən qüdrətli şəxsləri olsun, ən nüfuzlu şəxsləri olsun, tarix yaranana bu günə qədər hələ heç biri xilas ola bilməyib. Bir neçə nəfər var, istisna bəzi İslami tarixlərdə də bu qeyd olunur, bəzi mötəbər mənbələrdə də qeyd olunur ki, bir neçə nəfər var, Allah onların ömrünü uzadıb. Məsələn, peyğəmbərlərdən bir neçəsinin hal-hazırki dövrdə yaşadığın İslami mənbələrdə, İslami kitablarda, tarix kitablarında deyilir ki, bir neçə nəfər peyğəmbərlərdən sağdır, 4 nəfər daha doğrusu, Həzrəti Xızır əleyhissalam, Həzrəti İlyas əleyhissalam ki, yer üzərindədirlər və İsa əleyhissalamla İdris əleyhissalam da səmadadırlar. Bu 4 nəfər bir də zamanə imamı 5 nəfər sağdılar. Yəni, beləsə yaşları, min illəri keçib. Qalan hər bir kəs ölüm hamısının beləsə o pəncəsini alıb. Ölüm hamısından beləsə öz hesabını alıb. Ölüm hesablaşıb onlarla. Heç kəs xilas olamır. Amma əcəl ölüm belə, əcəlin ölümün forması onların əlində insan özünü təyin eləyir. Əməllər təyin eləyir. Bəzən Quranda var, məsələn, ayə insanlarda təəccüb edir, deyir ki, Allah hidayət eləyir, Allah azdırır. İndi məsələn biri sual verə bilər ki, elə mövzumuza gəlir sonra qəza qədərə. Məni Allah hidayət elədisə, filan kəsi də, biri də deyir ki, məni də azdırdı, məni niyə aparır cəhənnəmə yandırır? Məsələn, bu sual da olur. Bu, etiqad bəhslərində böyük bir dənə suallardan, hətta bəzilərinin dinindən kənara çıxmağının, bəzilərinin ateist olmağına səbəb olan bir sualdır ki, Allah özü deyir. Müasir dövrdə Qur'an ayələrinə nəuzubillah insanları şübhəyə salırlar. Çünki müasir insanın ağlı, şuuru digər ötən əsrlərə nisbətən daha yüksək inkişaf elədiyi üçün onu, məsələn, adi hansısa bir bəhanələrlə aldatmaq olmur, çaşdırmaq olmur. Müasir dövrdə şeytan da bəzən şeytanı tanımaq da şərtdir. Şeytan insanın özü qədər tanımır. Şeytan daha yaxşı tanıyır insanı. Müasir dövrdə bəli, Qur'an ayələri ilə şübhəyə salırlar. O da, nəuzubullah, Qur'anın öz problemi deyil, insanın problemidir. Qur'an özü buyurur ki, möminlər üçün şəfadır, kafirlərin ancaq ziyanını artırar. Bəli, indi biri irad tutsa ki, məni Allah azdırdı, indi də aparır cəhənnəmə yandırır. Bu zülümdür. Zahirən qulağa da xoş gəlir, deyir ki, hədə düz deyir. Qur'anda da öz deyir ki, azdıran da Allah'da hidayət eləyən də Allah. Bəs buna necə cavab verəcəyik? Bu qəza qədər məsələsində, bu əcəl məsələsində. Buna necə cavab vermək olar? Cavab budur ki, insanın əməllərinə görə Allah təyin eləyir onu. İnsanın əməlləri səbəb olur ki, Allah onun hidayətdən çıxmağına yol açsın, belə desək. Və ya xeyir əməlləri səbəb olur ki, Allah görürsən, bir çox adamlar var. Məsələn, Peyğəmbərimizin yanına gətirdilər 10 dənə kafiri ki, İslam dininə qarşı, müsəlmanlara qarşı böyük xəyanətlər eləmişdilər, böyük zülümlər törətmişdilər. Onların qətli şəriət cəhətdən edamı vacib idi. 9-unun edamına hökm eləyir Peyğəmbərimiz. 10-cuya çatanda Cənab Cəbrail əleyhissalam nazir ki, ya Rasulullah, bu adamı Allah Teala buyurur ki, bu adamın bağışlanılsın, edam olunmasın. Səbəb budur ki, öz cəmiyyəti içində çox xeyirxah adam idi. Çox xeyirxah adam idi. Və Peyğəmbərimiz o adama deyir ki, sən bağışlandın, gedə bilərsən. Deyir, nə səbəb oldu mənim bağışlamağıma? Deyir, mənim Rəbbim sənin haqqında buyurdu ki, onun edamını Allah məsləhət bilmir, icazə vermir. Səbəb də budur ki, sən öz cəmiyyətinsən çox xeyirxah və həlim adam olmusan. O söz adamın xoşuna gəlir, o kəlmə-i şəhadət gətirir, İslamı qəbul edir. Əməl səbəb oldu ki, adamın yolu açılsın hidayətə. Amma o birilərin özürü əməli yox idi və Allah da onları elə zəlalətdən, belə desək, yolunlaşdı, onlar zəlil oldular. Dünya həyatlarında da, axirətlərində də. Əməl səbəb olur ki, insan Allahın qəlbinə möhür vursun. Adam hidayət ola bilməsin.
Görmüsünüz, həyatda da görürsən, insanlar çıxır adamın qabağına, heyfin gəlir. Rəhmin gəlir ki, məsələn, bu hidayət olsun, yoldan sapmasın, yanlış yola düşməsin, zəlalətə düşməsin. Ha, bəhs eləyirsən, suallarına cavab verirsən, görürsən ki, bu adam istəmir. O bir söz var, deyir ki, yatanı oyatmaq olur, özün yuxuya verəni oyatmaq mümkün deyil, çünki adam oyanmaq istəmir. O adam oyanmaq, o adam hidayət olmaq istəmir. Orada daha nəuzubillah Allahı, Qur'anı, Peyğəmbəri, imamı, kitabı günahlandıra bilmərsən ki, məni azdırdı. Sən meyilliydin ora tərəf, Allah da deyir ki, o yolun açır da ikisinin də. Hidayətin də yolunu açır, zəlalətin də yolunu açır. Kim hansı ilə getmək istəyir, sual da özündədir, sorğu-sual da, məsuliyyət də onun üzərindədir. Bəli, burada Allah Teala da deyir Quranda, əcəl yetişdi, əcəl orada, səbəb sən özünsən. Ölümdə insan özündədir, səbəb əcəldə Allahın əlindədir. Əcəl budur ki, qətidir, ölməlidir, yəni xilas ola bilmərsən. İstəyirsən 20 yaşında öl, istəyirsən 70 yaşında öl. O artıq sənin əməllərin onu təyin eləyəcək. Çünki Allah Teala qəza qədər bəhsində bunu dedik. Allah Teala özü təyin eləyir, hər şeyin bir miqdarı var. Bir ölçüsü var. Bütün varlıq aləminə baxın, hamısı öz ölçüsü ilə gedir. Öz ölçüsü ilə hərəkət eləyir. Günəş olsun, ay olsun, planetlər olsun, ulduzlar olsun, canlı cansız bütün varlıq aləmi, suda quruda yaşayanlar, hamısı öz əcəli ilə, öz proqramı ilə, öz qədəri ilə gedir. İnsan da bir dənə qədərdən çıxmağa çalışır. Qədərdən qaçmağa çalışır. Və insan ki, əşrəfül məxluqatdır, yaradılmışın ən üstünüdür, o qədərdən çıxmağa çalışanda artıq bu çıxış bütün aləmə fəsad törədir. Başqa bir ayədə Allah Teala Quran-ı Kərimdə buyurur ki, Bismillahirrahmanirrahim, Zəhərəl fəsadu fil bərri vəl bəhri bima kəsəbət əydin nas. Quruda və suda fəsad baş verir insanların elədiklərinə görə. Bütün canlı aləmi olub, məsələn, təcrübədən keçirməyə çalışırlar hansısa bir ölkələrdə. Deyək ki, bir yerdə olub, Avstraliyada biz coğrafiyada oxumuşduq onun, canavarları qırıblar meşədə, vəhşi heyvanları qırıblar. Başlayıb, digər o heyvanlar arasında, vəhşi olmayan heyvanlar arasında xəstəliklər artmağa. Beləlikcə, bir orman, bir meşə, bir təbiət məhv olub. Demək, bu heyvanlar, bu vəhşi heyvanlar xəstə olan, gücsüz olan, zəif olan digər heyvanları yirmiş. Beləcə Allah balansı qoruyur təbiətdə. Elə ki, insan əli toxundu, fitnə fəsad baş verir. Eyni ilə bundan əvvəlki ayədə dediyimiz kimi. Quruda suda zəhərəl fəsadı fil bərri vəl bəhr bima kəsəbət əydin nas. İnsan səbəb olur, çünki insan Allahın qoyduğu qədərdən çıxmağa çalışır. Qədərin bir mənası da insan iradə və ixtiyar sahibi, feil və əməlini seçə bilən məxluq olması da Allahın istək və təqdiri ilə baş vermişdir. Yəni, insan faili muxtardır, insan öz feilində, öz əməlində ixtiyar sahibidir. Biz insana yolu göstərir, immə şakirən, immə kəfura. İstəyər şükür eləsin, istəyər küfr eləsin. Şükürdən də məna budur ki, yəni insan istəyər bu yolu geçsin, Allah göstərdiyi yolu, hidayət olsun, istəyər küfr eləsin, yəni zəlalətə düşsün, yoldan azsın. İnsanın öz ixtiyarındadır. Yəni, faili muxtar verməklə Allah əslində insanı bütün varlıq aləmindən üstün. Ona görə deyir, əşrəfül məxluqat, fəzilətdə eləyib, üstün eləyib. Çünki baxırıq mələklərə və heyvanlar, üç növdə də varlıqlar. Mələklər, insanlar, heyvanlar. Heyvanat, yəni bu, heyvan deyəndə ərəbində diri olan varlıqları deyərlər əslində. Deyir ki, mələklər budur ki, mələklərdə ancaq ağıl və nurdur. Ona görə onlar heç vaxtı günah eləməzlər. Günah eləyə bilməzlər. Günah eləyə bilməzlər. Mələklər günah eləyə bilmirlər. Çünki ağıl qoymurlar günah eləməyə. Elə bir ki, məsələn, sən suyun içində oturmuşsan dənizin altında, ocaq yandırmaqsan, o yanmaz heç vaxtı. Çünki elə şərait yoxdur. Mələklərin günah eləməyə şəraitləri yoxdur. Ağıl qoymur çünki. Ancaq ağıldan ibarətdir və nurdan ibarətdir. İnsanda ikisi də var. Ağıl da var, nəfs də var. Bu, Qur'anın təbiridir. Bəzi adam görürsən, bunu biraz yanlış başa düşür. Qur'an deyir, bunlar ki, kəl-ən'am bəlhum əzəl deyir. Onlar dörd ayaqlılar kimidir.
İnsan seçim qarşısındadır. Yəni faili muxtar verməklə əslində Allah insana böyük bir şərafət verib. İxtiyar sahibi eləməklə. Ki seçim qarşısında istəyər ağlına itaət eləsin, hidayəti seçsin, haqq yolu seçsin, istəyər nəfsinə itaət eləsin, zəlaləti seçsin. Bu insanın özünün ixtiyarındadır. Ağlına itaət eləsən mələkdən üstündür. Baxırıq mələklər, əsasən də biz bunu iki namaz arası söhbətlərimizdə cəmaat namazı barəsində çox demişik. Cənab-ı Cəbrail əleyhissalam deyir Peyğəmbərimizə ki, mən neçə yerdə çox istəmişəm insan olum. Çünki insanın nəfslə ağılın qarşısında seçim eləyərək ağılı seçməyi, mələyin ancaq ağılın qarşısında seçim eləməyindən daha üstündür. Bu halda insanın bir dənə məsələn deyək, bir sədəqəsi, bir subhanallahı, bir salavatı mələklərin bir çox ibadətlərindən üstündür. Ona görə mələklər qibtə eləyərlər insana. İbadətinə görə insana qibtə eləyərlər. Ya Rasulullah, mən çox yerdə insan olmaq istəmişəm. Biri deyir, məsələn, həcc ziyarətidir, biri deyir, dəfn mərasimidir, biri cəmaat namazıdır. 9 nəfər hədislərimizdə var, İmam Sadiq Əleyhisselam buyurur, hədislərdə var. 9 nəfəri keçsə əgər iqtida eləyənlərin sayı, onu savabın içi mələklər də hesablaya bilməz. Yəni, insanın ağılla nəfsin arasında seçim eləyib, ağılı seçməyi və bu nəticədə elədiyi ibadət mələklərin ancaq ağılla elədiyi ibadətdən üstündür. Ona görə mələklər insana qibtə eləyirlər. Və hədəynəhun nəzdeyn, Bələd surəsi 10-cu ayə. Hədəynəhun nəzdeyn, biz insana iki yolu da göstərdik. Həm xeyr, şər yolun, yəni küfr və iman yolun. Allah özü təkiddir, biz yolu göstərmədiyimi? Allah yolu göstərib insan ixtiyar sahibidir. Orada da seçim də insanın ixtiyarındadır ki, gərək insan öz məsuliyyətini dərk eləsin, gərək insan digər varlıqlara nisbətən. Çünki şərafətli yaradıb və şərafətin də müqabilində fəzilət də çoxdur və məsuliyyət də ağırdır. Biz əmanəti dağları təklif elədik, Allah Teala dağlar götürmədi, insan əmanəti yükləndi. Özü özünə yük elədi əmanəti, insan zalim və zəlumən cəhula, çox zalim və çox cahildir. Yəni bu boyda bir məsuliyyətdən altına girib, artıq amma məsuliyyətdən qaçmağa bir bəhanə axtarır ki, Allah mütəal bizi bəhanə əhlindən qərar verməsin. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus-saməd, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd. Peyğəmbər, ali Peyğəmbərə salavat zikr eləyək. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. والصلاة والسلام على محمد سيد الأنبياء والمرسلين وعلى وسيه وخليفته ويعصب الدين أمير المؤمنين علي بن أبي طالب وعلى غرة عين الرسول الزهراء بتول وعلى الحسن والحسين وعلى علي بن الحسين محمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة المهدي العسكري اللهم صل على عجل الله تعالى فرجه الشريف روحي وأرواح العالمين لترابه مقدمه الفداء. قال الله الحكيم في كتابه الكريم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. أيها المؤمنون أوصيكم ونفسي بتقوى الله. Əziz möminlər, sizləri və özümü ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Allah Teala bizi mübarək cümənin günündə cümənin xeyrindən, feyzindən binəsib eləməsin. Allah Teala bizi təqvanın əhlindən qərar versin inşallah. Bəli, qəza və qədər özü dediyimiz kimi çox məchul, dərin və mövzudur. Qəza və qədəri anlamaq özü də çətindir. Ona görə hədislərimiz tövsiyə eləyir ki, mümkün qədər bu mövzu üzərində düşünülməsin. Yəni, o şey ki, insan dərk eləmir, onu gərək tərk eləməsin. İmam Sadiq Əleyhisselam buyurur ki, dərk eləmədiyi tərk eləmə. Çünki birdən sənin o dərk eləmədiyin mövzu haqq olsa, sən onu tərk eləməklə küfrə düşərsən. Bəzən görürsən, bir hədislər olur, bir söhbətlər olur, bir kəlamlar olur, Əhl-i Beyt əleyhissalamdan gəlir, çatır bizə.
Onu möminlər anlaya bilmirlər və bəzən də anlamaq üçün onun ətrafında dərin mübahisə yaradırlar və bəzən də o sözləri inkar edirlər ki, mən düşünmürəm, deyir, imam belə bir söz desə, bu söz mənə çatmadı. Burada bir növ nəuzubillah küfrə düşməyə yaxınlaşırlar. Çünki yenə dediyimiz kimi İmam Sadiq Əleyhisselam qayda qoyub. Qayda qoyub ki, dərk eləmədiyinizi tərk eləməyin. O mövzunu, o cümlədən də qəza və qədər mövzusu. Buna sadəcə iman gətirmək lazımdır. Dedik, bəlli bir hissəsi var ki, müəyyən ötəri olaraq oradan bəhs olunub qəza və qədər haqqında. Ötəri olaraq bəhs olunub, ona görə də o ötəri ilə kifayətlənmək lazım. Zaten də bizim belə qəza və qədər barədə ciddi bir məsuliyyətimiz də yoxdur. Sadəcə iman gətirmək və bizə aid olan tərəfində o ki, qəza və qədərin bir tərəfi budur ki, qəza söhbətini dedik, qədər daha dərin mövzudur. Hədislərimizdə buyurulub ki, qədər daha dərin mövzudur. Qəza barədə, qəza da budur ki, insanın üzərinə Allah şəri məsələlər, hökmlər qoyub, mükəlləfiyyətlər qoyub. O ki, deyirik təklif, təklif şəriətin bizim üzərimizə yüklədiyi bir məsuliyyətdir, ilahi bir məsuliyyətdir. Hansılar ki, bizim üzərimizə düşüb, bizə aiddir, o hökmlər, onlara əməl eləməkdə gərək məsuliyyətli olaq, müvəffəq olaq. Bizə hansı hökmlər aiddir, hansılar vacibdir, şəri cəhətdən, əqidəvi cəhətdən, bizim üzərimizə məsuliyyət olaraq nə təklif olunubsa Allah tərəfindən, şəriət tərəfindən, Peyğəmbərin təbliğ elədiyi, tanıtdırdığı hökmlər ki, bizə vacib olub, bizim üzərimizdə məsuliyyətdir, onlara əməl eləməyə bizim borcumuzdur, vəzifəmizdir. Bir dənə öz vəzifəmiz üzərində bunu dərindən düşünmək lazımdır. Nə deyir Peyğəmbərimiz? Gözəl bir qaydadır ki, Allah rəhmət eləsin o adama, bilir, 3 dənə sualın cavabını bilir. Hardan gəlib, niyə gəlib, hara gedəcək? İnsan bir dənə bunun üzərində düşünməlidir. Xüsusən də cümə günündə həftənin bütün günləri şəxsi işlərimiz olur, müşküllərimiz olur, başqa dünyəvi məsuliyyətlərimiz olur. Din heç də insanı dünyəvi məsuliyyətlərindən qaçırmır, dünyəvi məsuliyyətlərdən ayırmır insanı. Bəli, hədislərimiz buyurur, İmam Həsən Əleyhisselam buyurur ki, müminin işi hamıdan çətindir, həm gərək dünyası ilə məşğul olsun, həm ahirəti ilə. Müminin işi çətindir. Həm dünyası ilə məşğul olmalıdır, həm ahirəti ilə məşğul olmalıdır. Ona görə din, bəli, ayırmır bizi məsuliyyətimizdən. Din bizi uzaqlaşdırmır dünyəvi məsuliyyətimizdən. Sadəcə ki, dini də kənara atın. Bəzən insan görürsən, dünyasından kəsir, dinini düzəltmək üçün və ya dinindən kəsir dünyasını düzəltmək üçün. Bunun ikisini də balansda saxlamaq yox, insan dünyasından kəsib dinini düzəltməlidir. Bəzən deyir ki, ikisini də eləmək yox, o olmaz, o insanı çaşdırar, insanın zehnin və məsuliyyətini də qarşısında, insanı tənbəlləşdirər. Bəzən görsən, elə dinindən kəsir dünyasını düzəltməsin, namazın vaxtından kəsir, müştəri gəlib ona cavab verim. Məsələn, bir iş var həyatda, onu həll edeyim, bütün işlərimi qutarım, gəlim namazı qılım. Məsələn, bütün işlərə vaxt axtarır, tapır, Qur'an öyrənməyə gələndə, Qur'an təlim eləməyə gələndə, deyir ki, onda bir vaxt ayırarıq ona da. Bir növ minnət qoyur, nəuzubillah. Qur'ana minnət qoyur ki, ona da bir dənə vaxt ayırarıq. Namaza minnət qoyur insan. Öz dini vəzifəsindən kəsir, dünyasını düzəltmək. Amma elə hamısı dindən asılıdır. Əgər insan ki, dinini düzəltmək üçün dünyasından istifadə edəcək, ikisini də qazanacaq. Amma nə qədər ki, dinindən kəsib dünyasını düzəltməyə çalışacaq, elə ikisindən də nöqsanlı qalacaq, ikisindən də müşkül qalacaq. İnsan bir dənə onun üzərində düşünməlidir. Allah məndən nə istəyir? Mən bu dünyaya niyə göndərilmişəm? Mənim vəzifəm nədir? İmam Səccad əleyhissalama bir sual verirlər ki, necəsən? Bir ərəb gəlir, qarşılaşır o ilə, imama salam verir. Bizdə budur ki, məsələn, bizim ürfdə bir adama necəsən deyəndə deyər ki, ya yaxşıyam, ya pisəm, ya xəstəyəm, ya filan bir müşkülüm var. Amma ərəbdə bir dənə əsbəhə sözü var, sabahlamaq. Ərəb onu, yəni hərfi mənası sabahlamaqdır. Amma ərəb onu necəsən deyə soruşar adamdan. Məsələn, gəlib ərəb bir dənə salam verir, ardınca deyir ki, keyfə əsbəhdə, necə sabahladın, yəni necəsən? O sual qısa cavab vermək olmaz ona. Qısa cavab verirsən, ərəb onu hörmətsizlik sayır adam üçün. Çünki bu sual özü necə sabahladın, yəni günün necə başladı? Gərək bütün günün belə desək,
siyahısın deyəsən ona. Nə işlər görmüsən, nə işlər çıxıb qabağa, hansı problemlər çıxıb qabağa. Bu sualın cavabı onu tələb edir. Bu ərəb gəlir İmam Səccad əleyhissalama sual verir ki, necəsən? İmam deyir ki, 8 nəfər məni axtarır. Necəsən sualına? Bizdə məsələn birinə sual versən ki, necəsən? O da desən ki, məsələn, mən 8 nəfər məni axtarır, təəccüb edirsən ki, yəni nə olub görəsən, hansı bir problem var, bir sıxıntısı var ki, onu axtarırlar. Bu ərəb başa düşür İmam nə demək istəyir. İmam başlayır saymağa. Deyir, 8 nəfərdən birincisi Allahdır. Məndən vacibat istəyir. Elə ki, sübh elədiyim. Əslində bu 8 tələbkar İmam özün nisbətdə bizi ilə bir sıraya qoyur. Bizim üçündür 8 tələbkar. İmam, əlhəmdülillah ki, imamdır, öz vəzifəsini də daha yaxşı bilir və daha kamil şəkildə riayət edir, elə ona görə də imamdır. 8 nəfər tələbkar əslində bizim üçündür. İmam əleyhissalam buyurur ki, 8 nəfər, mən sübh elədim, 8 nəfər tələbkar qapıda hazır idi. Bu ərəb soruşur, hansılardır? Deyir, birincisi Allah idi. Birinci tələbkar Allahdır, məndən vacibat istəyir. Günü başladın, Allahın vacibatını yerinə yetir. Ki, çox dindarların əziyyət çəkdiyi bir mövzudur bu. Günü başlayanda Allahın ilk vacibatı barəsində çox hallarda görürsən məsuliyyətsizlik olur. İkinci tələbkar Peyğəmbər idi ki, buyurur, mənim sənə təşrif elədiyim sünnəyə əməl elə. Vacibatı yerinə yetirdin, müstəhəbləri də qat onun yanına, müstəhəbləri də ona. Çünki müstəhəblərə əməl eləmək, bəzən biz düşünürük ki, bir əməl müstəhəbdir, eləməsəm günah deyil, eləsəm savabı var. Bunu, yəni, çox hallarda belə şeylərdən qafil oluruq. Bəli, müstəhəblərə əməl eləmək Peyğəmbərin sünnəsidir. Peyğəmbər də bir tələbkardır və bizim boynumuzda haqqı var. Həm Peyğəmbər kimi, həm ata olarıq. Hədislərdə də var, mən və Əli bu ümmətin atasıyıq. Peyğəmbər olaraq səndən tələbi var ki, o müstəhəblərə əməl eləməlisən. İkinci tələbkar Peyğəmbər idi. Üçüncü tələbkar ailəmdir, məndən ruzi tələb eləyir. Ailə ruzi tələb eləyir. Mömin vəzifələrindən də ailəsi üçün gərək halal ruzi. Neçə dənə şəhidin, neçə dənə bəhsi var ki, məqamları var ki, filan işləri sahibləri də şəhiddirlər. Onlardan biri də ailəsinin ruzisi yolunda çalışan adamdır. Ki, əgər ruzi yolunda, halal ruzi yolunda dünyasını dəyişdi, o adam şəhid savabı qazanar. Üçüncü tələbkar ailəmdir, məndən ruzi istəyir. Dördüncü tələbkar nəfsimdir, məndən şəhvət və dünyaya bağlılıq tələb eləyir. Dördüncü tələbkar, bəli, nəfsimdir deyir, məndən dünyavi istəklər istəyir. Bəli, insan nəfsin itaət eləməlidirmi? Xeyr. Nəfsin istəklərinə cavab verməlidirmi? Bəli. Nəfsin istəklərinə cavab verməyi Allah da istəyir. Nəfs yemək istəyir, Allah da deyir ki, ibadət eləmək üçün yeməlisən. Nəfs yatmaq istəyir, Allah da ki, işlərini daha rahat yerinə yetirmək üçün yatmalısın. Nəfs evlənmək istəyir, övlad sahibi olmaq istəyir, Allah da deyir ki, günaha düşəcəksiniz, vacibdir, əks halda müstəhəbdir. Bəli, nəfsin istəkləri ilə Allahın istəkləri arasında seçim eləmək yox, onları uzlaşdırmaq lazımdır, təbii ki, Allaha doğru. Bəzən insan seçim eləyəndə Allahın istəklərinin qabağa, nəfsin istəklərinin qabağa salır. Əksinə Allahın istəklərinin qabağa salmaqla nəfsin istəklərini də Allahın razılığına uyğun yerinə yetirmək lazımdır. Eləyə bilərsən yemək istəyi, nəfsin yemək istəyin haramdan da təmin eləyəsən. Amma Allah buna icazə vermir. Halaldan təmin eləsən, həm də savab yazır. Həm sənə can sağlamlığıdır, həm də savab yazır, həm də ibadət sayır. Beşinci şeytandır. Burada artıq biraz məqam dəyişir beşinci tələbkarda. Beşinci tələbkar şeytandır, imam buyurur. Şeytan artıq günah istəyir, nəfs də istəyir günahı. Nəfsin günaha istədiklərin Allahın razılığını təmin edirsən, bəli, halal işlərlə təmin edə bilirsən. Amma şeytanın istədikləri belə deyil. Şeytan təkid edir ki, sən onun üçün günah eləyəsən. 7-ci ölüm mələyidir. Mənim ruhumun ardıncadır ölüm mələyi. Bəli, kullu nəfsin zaiqatul maut. Bütün canlılar öləcək, ölümün dadına baxacaq. Ölümü dadacaqlar. Hamısı öləcək. Heç kim də xilas ola bilməyəcək ölümdən. Dünyanın ən qüdrətli şəxsləri olsun, ən imkanatlı şəxsləri olsun. Həzrəti Süleyman əleyhissalamı Quran deyir də, taxtında oturmuşdu.
Ölüm mələyi əsasına söykənmişdi. Cinlər, insanlar onun üçün saray tikirdilər. Ki onun da onların üzərində o qədər zəhmi var idi, heybəti var idi. Qorxusundan heç kim halını da soruşmazdı. Beləcə işləyirlər onun üçün. O da oturub taxtında baxır bunlara. Ölüm mələyi nazil oldu, canını aldı. Ruhunu tapşırdı. Amma bunların xəbəri yoxdur, dünyasını dəyişib. Beləcə oturub taxtında bunlara baxır. Bir müddətdən sonra Allah Teala bir qarışqanı vəkil elədi. O qarışqa gəldi, Həzrəti Süleyman Əleyhisselam əsasını yedi. Əsas çürüdü, sınanda Süleyman Əleyhisselam taxtından yıxıldı. Yəni elə oradaca dünyasını dəyişdi. Ölüm canını tapşırdı. Bildilər ki, ölüb, elə saray yarı-yarımsını qoydular, getdilər. Yəni ölüm gəldi, heç kimə baxmır, nə yaşına, nə məqamına, nə şöhrətinə, nə kasıblığa, nə imkanata. Hamısı ölməlidir. Hamısı getməlidir. İmam buyurur ki, 7-ci tələbkar ölüm mələyidir. 7-ci tələbkar ölüm mələyidir. 8-ci tələbkar da qəbirdir. Qəbir də ölüm mələyi ruhumu istəyir, qəbir də bədənimi istəyir. Mən bu 8 tələbkarın arasında çarəsiz qalmışam, giriftar qalmışam deyir. Bu 8 tələbkar bir dənə gözümüzün qabağını gətirək, sübh elədik, hamımız üçün var. Allah ibadət istəyir, Peyğəmbər müstəhəblər istəyir, ailə ruzu istəyir, nəfs şəhvət istəyir, dünyaya bağlılıq istəyir, şeytan günah istəyir, əməlləri yazan mələklər, onlar salih əməllər istəyirlər. Ölüm mələyi canın istəyir, qəbir də bədənin istəyir. O Molla Nəsrəddinin məşhur bir sözü var da, 2 nəfər torpaq üstündə dav eləyir, deyirlər sən aramızda qəzavət elə, hökm elə də, bu deyir mənimdir, mən deyirəm mənimdir, Molla Nəsrəddin qulağını qoyur torpağa, deyir torpaq deyir ikisi də mənimdir. İkisi də mənimdir. İnsanın ərəb dilində belə bir adam, biz Adəm deyirik, ərəb torpağın üst qatına Adəm deyərlər. İnsanı ki Allah torpağın üst qatından yaradıb, ona Adəm deyərlər ərəblər. Ərəb dilində, ərəb ləhcəsində. Və o da deyir, ikisi də deyir mənimdir, torpaq deyir mənimdir. İmam deyir ki, qəbir də canımı, torpaq da bədənimi istəyir çürütsün. Kim qaça biləcək? Görürsən, əlləşirlər, mərmər qoyurlar, heykəl qoyurlar, lap az qalırlar, bina tikirlər artıq. Məsələn, bir çox qəbirstanlıqlara girirsən, hazır otaq tikirlər, kondisioner var, xalçası var, qapısı var, pəncərəsi var. Üstün bəziyiblər, amma altında, torpaq altında iyləndin, getdin. Həzrət Əli Əleyhisselam deyir ki, Həzrət Əlinin çox sözlər var ki, həyat qanunudur, düsturdur. Qızıl hərflərlə yazasan bütün evlərə, bütün məkanlara. Deyir, insan oğlunun özün tərifləmək nəyinə yaraşır? Əvvəli 2 damcı natəmiz su, axırı da iyilənmiş bir leş. Görürsən, bir 2 saat keçir, can verməyindən oğul övlad dirəşir ki, üzr istəyirəm, iyilənəcək, aparın, tez qüsül kəfən eləyin, bastırın. Halbuki əlləşirdin, bunlar üçün istidə, soyuqda 5 manat artıq rozi gətirəsən. Ona görə şəriət deyir ki, atanın üstünə övlad torpaq atmağı məşruhdur qəbir dəfində. Övlad atanın üstünə, valideyn üstünə torpaq atmasın, vəfasızlıq rəmzidir, göstərişidir. Yəni, ölüm gəldi, heç kəs xilaq, qəbir çürüdmək üçün də, onun üstünə bina düşdün, nə olacaq, nə bilim, yol çəkdin, nə olacaq, o qəbir orada mərmər düşdün, yoxsa bir dənə eləcə kubik qoydun, nə olacaq. Görürsən, titulların yazıblar üstünə, birinin mən o günlərdə baxdım, bəlkə bir 15 dənə titul yazmışdılar. Nə xeyr, qəbirdən soruşanda adam adın yadından çıxardır. Adın nədir bilmirsən. Elə olur da hamımızın Allah uzaq eləsin, başımıza bir hadisələr gəlir ki, bir anlıq qəza keçirirsən, kimsə səndən adı soruşsa bilməyəcəksən. Qəza halı yaşayırsan, biri gəldi maşını böyrüdən sürtdü keçdi. Bir anlıq, həmin an səndən adı soruşan olsa bilmirsən. Bunlar hamısı ölümün xəbərçisidir, ölümün qəbrin xəbərçisidir. İmam da deyir ki, qəbir də bədənimi gözləyir ki, çürütsün. Bu 8 tələbkarın arasında giriftar qalmışam deyir. Ona görə Allahın qəza qədərinə iman gətirmək şərtdir. İman gətirəndən sonra olursan Allahın dostu. Allah da Quranda deyir ki, Əla innə avliyalə la xofun əleyhim və lahum yəhsənun. Allahın dostları üçün nə qorxu var, nə qəm var, nə hüzün var. İman gətirdin. İman nə demək? İman bağlandın Allaha da qorxusu yoxdur. Allah sənin barəsində hökm edəcək. Sən onu iman gətirməsən qorxu hökmündən.
Allah and verək Allah Taalanı İzzət Cəlalına aqibət axirətimizi xeyirli eləsin. Allah bizə ölümün də, yaşamağın da aqibətin xeyirlisini nəsib eləsin inşallah. Allah and verə Muhammed Ali Muhammedin ehtiramına məxsus iltimas edənlər və başda Ağa İmam Zaman əleyhissalam olmaqla cəmi möminatın müşküllərini həll üçün, iltimas edənlərin müşküllərini həll üçün, məxsusən xəstələr var, cəmin nəzərində olan bizlərdən iltimas edən xəstələr üçün, onların da tezən şəfa tapmaqlarına, müşküllərinin həllinə, dualarımızın, xeyr əməllərimizin qəbulluğuna, üzərimizdə düşən dini dünya vəzifələrimizdə məxsusən qəza qədər kimi çətin və ağır bir mövzularda iman gətirib səbr eləməyimizə xatir Peyğəmbər, Ali Peyğəmbərə salavat zikr eləyək. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul huvallahu əhədun illahus saməd, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd. Sadaqallahul aliyyul azim.